Şəxsən mən düşünürəm ki, bu qədər bu səs-küy ki var, tərbiyə ilə bağlı, bu qədər kitablar yazılır filan. Bunların çoxu valideynlərin başını, yəni çox mürəkkəbləşdirib vəziyyəti. Əslində isə bu qədər çətin bir şey deyil. İnsanın əsas məsələ valideynin özünü tərbiyə etməsidir, özünü düzəltməsidir. Yəni biz nədənsə başqa məsələlərdə bunu aksiyon bilirik. Məsələn, mənim 1000 manatım yoxdursa, mən sizə o 1000 manatı verə bilmərəm. Bunu hamı qəbul edir. Amma mənəvi məsələlərdə, tərbiyə məsələlərində belə düşünmürük. Düşünürük ki, məsələn, mən kitab oxuyan deyiləm, amma elə bilərəm ki, övladım kitab oxusun. Mən xoşbəxt deyiləm, onu xoşbəxt edə bilərəm. Mən məsəl üçün də alim deyiləm, elə bilərəm alim olsun. Belə olmur da. Yəni adətən insan özü özündə formalaşdırmalıdır. Ona görə mən əslində bu fikirlə razı deyiləm ki, insan çox əlləşməlidir. Valideynlik çox qəliz, çox çətin bir şeydir. Əsas məsələləri nəzərə alsa valideyn biraz rahat olmalıdır.